Təsəvvür edin ki, smartfonların və sosial media alqoritmlərinin hələ həyatımızı idarə etmədiyi bir dövrdəyik. Və sadəcə 12-ci əsr poeziyasına əsaslanan bir oyun, belə deyək, bütöv bir nəslin düşüncə tərzini tamamilə dəyişir. Bugünkü dərin təhlilimizdə məhz bu fenomeni incələyirik. Söhbət Azərbaycanın müasir intellektual ekosisteminin təməldaşlarından biri olan Faiq Hüseynovun irsindən və onun yaratdığı xəmsə oyunundan gedir. Missiyamız aydındır, bir oyunun bilmək dəbdədir anlayışını necə real həyat tərzinə çevirdiyini sizə göstərmək. Bəli, bu həqiqətən də unikal bir prosesdir və bunu anlamaq üçün, yəni Faiq Hüseynovun cəmiyyətə təsirini görmək üçün əvvəlcə o dövrün mənzərəsinə baxmalıyıq. O zamanlar, bilirsiniz, intellektual oyunlar demək olar ki, tamamilə rus dilli formatların inhisarındaydı. Yəni, niyə haradan, nə zaman kimi oyunları nəzərdə tutursunuz, eləmi? Tamamilə düzdür. Nə harada, nə zaman. Brainring kimi xaricdən necə deyərlər, ithal olunan layihələr var idi. Faiq Hüseynov isə tamamilə fərqli, yerli bir konsepsiyalı çıxış etdi. O, dahi Nizami Gəncəvinin 5 poemasına əsaslanan, belə deyək, 5 raundlu tamamilə yeni bir sistem yaratdı. Gözləyin, bu məqam mənim üçün biraz maraqlıdır. Yəni, qlobal texnologiya nəhənglərinə qarşı sanki yerli bir startap qurmaq kimi bir şeydir bu. Amma sadəcə sual-cavab oyununun yerli versiyasını yaratmaqla, bilsiz, gəncləri sırf əzbərçilikdən fərqli hansı bacarıqlar inkişaf edə bilər ki? Əla sualdır. Çünki xəmsənin sehri məhz elə onun mexanizmində gizlənirdi. Bu, sadəcə kimin daha çox fakt bildiyini yoxlayan quru bir viktorina deyildi. Siz bunu bir növ intellektual poker kimi düşünə bilərsiniz. İntellektual poker. Bu çox iddialı səslənir. Xalların riskə qoyulması məsələsini deyirsiniz yəqin. Bəli, məhz o. Əlinizdəki kartlar sizin biliyinizdir, amma o kartlarla necə oynadığını bilməlisiniz. Təsəvvür edin, komandanızın 500 xalı var və mövzu, məsələn, Xostrov və Şirindir. Siz cavabı dəqiq bilmirsiniz, amma rəqib komandanın da bu mövzuda zəif olduğunu təxmin edirsiniz. Aha, deməli burada artıq taktiki gedişlər işə düşür. Siz sırf blöf edərək vəziyyətdən çıxa bilərsiniz. Düzdür. Siz sırf blöf edərək xallarınızı qoruya bilərsiniz və ya rəqibi psixoloji olaraq sıxışdıra bilərsiniz. Yəni, gənclər sadəcə oxuduqlarını təkrarlamırdılar. Onlar riskləri idarə etməyi, resursları düzgün bölüşdürməyi və rəqibin zəif tərəflərini analiz etməyi öyrənirdilər. Bu strateji düşüncənin lap təməli idi. Deməli, mexanizm özü strateji beyinlər yetişdirirdi. Amma bilirsiniz, mükəmməl oyun yalnız kütləviləşdikdə əsl gücə çevrilir. Bugün gəncləri mütaliyə cəlb etmək nə qədər çətindir, bunu hamımız bilirik. Bəs o dövrdə Faiq Hüseynov bu oyunu paytaxtın elit klublarından çıxarıb bölgələrə necə apara bildi? Çünki o, bu işə sadəcə bir oyun kimi yanaşmırdı. O, oyunu Bakıdan çıxarıb Gəncə, Lənkəran, Qax, hətta Naxçıvana qədər apardı. Və ən əsası, o, biliyi quru bir məcburiyyət kimi yox, bir növ status simvolu kimi təqdim etdi. İnternetin yenicə yayıldığı bir dövrdə bunu etmək doğrudan da inqilabi bir addım idi. Həqiqətən də, yəni o necə bacardı ki, ucqar bir kənddəki gənc üçün bilmək dəbdədir şüarını real həyat tərzinə çevirsin? O gəncləri kitaba bağlayan əsas motivasiya nə idi? Motivasiya özünə inam idi. Regionlarda keçirilən yarışlar oradakı gənclərə sübut etdi ki, paytaxtdan uzaqda yaşamaq, mərkəzdən kənarda qalmaq demək deyil. O kənddəki gənc gedib həvəslə ensiklopediya oxuyurdu, çünki bu ona cəmiyyətdə hörmət qazandırırdı. Və Faiq müəllim onlara sadəcə təşkilatçı kimi deyil, bir mentor, yəni mənəvi ata kimi yanaşırdı. Bəs bu mentorluq özünü daha çox nədə göstərirdi? Yəni, yəqin ki, sadəcə gedib yarışın qaydalarını izah etməklə kifayətlənmirdi, elə deyilmi? Təbii ki, yox. O, məsələn, ana dilimizin saflığını qorumaq üçün xüsusi səy göstərirdi. Sualları elə tərtib edirdi ki, gənclər tarixi qələbələrimizi, milli qəhrəmanlarımızı yenidən kəşf etsinlər. Sualların mərkəzində hər hansı yad bir ölkənin coğrafiyası yox, məhz Azərbaycanın tarixi, mədəniyyəti dayanırdı. Bu isə birbaşa milli yaddaşın təzələnməsi və vətənpərvərlik aşılanması deməkdir.
Bu, gənclərin yaddaşına milli kimlik kodlarını yükləmək üçün çox güclü bir alətdir və düşünəndə ki, vaxtilə həmin o xəmsə masalları arxasında oturan o gənclər bugün cəmiyyəti irəli aparan qüvvədir. İstər dövlət qurumlarında, istərsə də beynəlxalq şirkətlərdə. Əkdiyi toxumlar bugün artıq bəhrəsini verib. Bəs bu intellektual hərəkatın gələcək inkişaf xəritəsi barədə nə düşünürsünüz? Hazırda ən vacib məqam odur ki, Xəmsə artıq sadəcə bir müəllif layihəsi deyil. Faiq Hüseynovun vəfatı ilə bu layihə, belə deyək, əsl milli sərvətə çevrilib. Və indiki əsas hədəfimiz, yəni cəmiyyət olaraq missiyamız, bu milli formatı beynəlxalq müstəviyə çıxarmaqdır. Yəni, idxaldan ixraca doğru gedən böyük bir yol. Vaxtı ilə kənardan format alırdıqsa, indi öz unikal konsepsiyamızı dünyaya təqdim etmək növbəsidir. Tamamilə razıyam. Faiq Hüseynov sadəcə bir oyun deyil, bütöv bir gənclik hərəkatı, intellektual intibah yaratdı və bu irs artıq sərhədlərə aşmağa hazırdır. Bu, həqiqətən də Azərbaycanın intellektual intibahında əbədi bir imza kimi qalacaq. Sonda isə, əziz dinləyicilər, bu müzakirədən yola çıxaraq özünüz üçün düşünməyinizi istəyirik. Sizin bugünkü informasiya istehlakınız, oynadığınız oyunlar və ya izlədiyiniz yarışmalar mədəni yaddaşınızı və qərarlarınızı necə formalaşdırır? Bəlkə də gələcəyə atacağınız ən böyük strateji addım məhz bugün nəyə öyrənməyə seçməyinizdə gizlidir. Mədəniyyəti süni intellekt və qloballaşma əsrində qorumaq üçün onu bəlkə də elə oyunlaşdırmaq lazımdır. Növbəti dəfə nəsə oynayanda və ya öyrənəndə